Salam aleykum dostlar. Mən Quluzadə Natiq Altayoğlu 2017-ci il may ayının 7-sində Tərtər hadisələrində işgəncə alaraq tutulmuşdum. Yəni bilənlər bilir, tanıyanlar tanıyır ki, 2017-ci il may ayının 7-sində Tərtər şəhərində hərbiçilərimizə qarşı necə işgəncə verilib, bunu çox adam bilir və bilməkdədir. Yəni hal-hazırda Tərtər hadisələrində qətlə yetilən hərbiçi qardaşlarıma yuxarı dövlət orqanları tərəfindən onlara şəhidlik statusu hələ də verilməmişdir. Bu barədə nə qədər məktublar yuxarı vəzifələrə göndərilmişdir, yuxarı dövlət orqanlarına göndərilmişdir. Hal-hazırda onların heç birindən müsbət qaydada rəy alınmamışdır. Yəni Tərtər hadisələrində şəhid olan hərbiçi qardaşlarımın heç birinə şəhidlik statusu verilməmişdir. Biz baş prokurorluğa şikayət etsək də, dəfələrlə qəbulda, görüşlərdə olsaq da, hal-hazırda hərbiçi qardaşlarıma şəhidlik statusu verilmir. Mən Azərbaycan xalqından köməkçilik istəyirəm ki, bu barədə Tərtər hadisələrində öldürülən Hüseynov Mehman Telmanoğluna, Quliyev Elçinə, Quliyev Səxavətə, Ruslan Ocaqverdiyevə və adı yadımdan çıxan digər hərbiçi qardaşlarımın hər birinə Tərtər hadisələrində qətlə yetirildiklərinə görə onların hər birinə şəhidlik statusu verilməyinə görə bizə köməklik göstərəsiniz. Onların içində polkovnik leytenant Salih Qafarov var. Ondan sonra Naxçıvanlı hərbiçi leytenant qardaşımız var. Təmkin Nizami oğlu var. Digər hərbiçi qardaşlarımız var ki, onların heç birinə yuxarı tərəfdən, yəni yuxarı dövlət orqanları tərəfindən hələ də şəhidlik statusu verilmir. Və mən hamını birliyə çağırıram, hamını bu hadisələrə görə köməklik etməklərinə görə bizə köməklik etsinlər və şəhid qardaşlarımıza şəhidlik statusu alaq. Yəni hər bir Azərbaycan xalqından köməklik istəyirəm və Tərtər hadisələrini geniş şəkildə işıqlandıraq ki, çox adamlar bilsin, tanısın və Tərtərdə nə qədər zərər çəkmiş hərbiçi qardaşlarımız var, onların haqqında bilsinlər. Onlarla görüşdükləri zaman onların qəlbində narahatçılıq qalmasın və qardaşlarımızı tanısınlar ki, onlar necə əziyyət çəkiblər, necə işgəncə altında qalıblar. Eləmiz var ki, 7 gün, eləmiz var 5 gün, eləmiz var ki, 10 gün, 12 gün işgəncə altında qalmışıq, işgəncələr görmüşük. Mən bir daha səslənirəm Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna bizə köməklik etsinlər. Bu iş daha dərindən araşdırılsın. Nə üçün Xanlar Vəliyev, Şəfaət İmranov Baş Prokuror vəzifəsində işləmiş o vaxtda Zakir Qaralovun özü niyə məsuliyyətə cəlb olunmur? Hətta 1-ci Ordu Korpusunun komandiri belə bu işə cəlb olunmayıbdır.